Salam, mən bugün sizə Bitcoin mining proqramı ilə necə qazanmaq lazım olduğunu göstərəcəm. Proqram aşağıda görürsünüz, daxil oluram. Burada 2 sürətin artması 3.5 GHz sürət 24 saat sizə qazandırır. Digəri isə 5.6 isə 35 ədəd reklam var ki, siz hər dəfə reklama birinə də baxa bilərsiniz, 5-nə də, 10-na da baxdıqca sizə daha yaxşı qazandırır. Bax, 30 reklama baxmışam və claim edirəm. Təxminən 4-5 saniyə keçəndən sonra çıxmağa çalışıram və əvvəl səhvədən çıxıram. Gördünüz, 31 oldu. Yəni 31 reklama baxmış kimi sayıldım, amma 25 saniyə qalmışdı. İndi isə buradan necə pul çıxartmaq lazım olduğunu sizə göstərəcəm. Aşağıda 3-cü wallet yazılan yerə toxunuram. Withdraw deyilən yerə toxunuram. Bax, birinci Lightning olan yerə toxunduqda bax, invoice və Lightning adres onu hardan götürmək olar? Sual işarəsinə toxunuram. Sağ tərəfdə sual işarəsi olanı. Bizə deyir ki, Speed Wallet yükləmək lazımdır. Speed Wallet yükləmək lazımdır və oradan mən yükləmişəm deyə bax, klik etdikdə Play Marketə Speed Wallet aparacaq. Mən yüklədiyim üçün bu proqramı açıram, sizlərə göstərirəm. Speed Walletə daxil oluram. Bildiriş gəlməsini soruşur. Və burada digər saytlardakı kimi necə varsa o qaydada digərləri kimi biz kodu götürüb yerləşdiririk. Və burada aşağıda receive və send olan yanına göndərmək və almaq. Receive-ə daxil oluruq. Daxil olduqda bax, ildırım işarəsi olan Lightning gəlir. Bizə Lightning lazımdır. Aşağıda invoice yazılıb və kod yazılıb. Həmin kodu kopyalayırıq və təzədən buradan çıxıb proqrama, Bitcoin mining proqramına daxil oluruq. Və gəlib həmin kodu burada yerləşdiririk. Görürsünüz. Burada həmin kodu yapışdırırıq. Digərlərinə nisbətən daha çox böyük alınır və Lightning adres olan hissəni nişanlayırıq və withdraw yerinə toxunuruq. Bax, all yazırıq. Yuxarıda Bitcoin olan isə 25 satoshi var. Withdraw toxunuruq, confirm və göndərildi. Düzdür, bir videoda bəzi nöqsanlar ola bilər, ona görə üzr sayın. İndi isə daxil olaq həmin cüzdanımıza, Speed Wallet cüzdanımıza. Hələ ki gəlməyib. Və videonu 1-2 saniyə dayandırmışdım. İndi baxın, məktub gəldi 25 satoshinin gəlməsi haqqında. Balans da 24.49 oldu və beləcə davam edir. Bir günə, 2 günə 24-25 satoshini heç nə edilmədən özü seçin, kömək edib qazana bilərsiniz. Hər birinizə uğurlar diləyirəm və linki paylaşacağım.